Salam dostlar, hər vaxtınız xeyir olsun. Növbəti testimizin izahına baxaq. Əgər olmasaydı ana zəhməti, qazana bilməzdim heç bu şöhrəti. Əfsələddin Xaqani yaradıcılığından. Səhv fikirlər hansıdır? Bu test morfoloji təhlilə aid edilmiş bir testdir. Birinci fikrimizdə isimlər aldıq yəli və təsirlik hallarındadır yazılıb. İsimlərə baxaq. Ana, zəhmət, bir də şöhrət sözləridir. Ana sözü qeyri-müəllik bildirən yəlik haldadır. Çünki zəhməti sözü mənsubiyyət şəkilçisi qəbul edib. Ana zəhməti, ananın zəhməti. Mənsubiyyət şəkilçisi olduğuna görə adlı haldadır. Çünki mənsubiyyət şəkilçisindən sonra başqa şəkilçi gəlməyib. Şöhrəti sözdən nəyi şöhrəti? Nəyi qazana bilməzdim? Şöhrəti. Bu da ismin təsirlik halındadır. Birinci fikir doğrudur. Demək, isimlər adlı halda, yəlik halda və təsirlik halda. Biri çıxırıq, səhv fikirləri axtarırıq. Biri çıxdığımıza görə A variantı, C variantını çıxırıq. İkinci fikir, hər iki feil mürəkkəb tərkibidir. Nümunədə iki feil var, biri olmasaydı feilidir, bir də qazana bilməzdim feilidir. Qazana bilmək feili mürəkkəb tərkibidir, bəli. Yaza bilmək, deyə bilmək, oxuya bilmək, bu qaydanı bilirsiniz yəqin ki, feilin, mürəkkəb feilin əmələ gəlmə üsullarından biridir ki, bilmək sözündən əvvəlinə A şəkilçisi qəbul etmiş başqa bir feilin qoşulması ilə mürəkkəb tərkibi feil əmələ gəlir. Olmasaydı sözü təkdir, ona görə 2 səhv fikirdir, biz də səhv fikri axtarırıq. Testimiz 2 ilə başladığına görə D variantı da ləğv olunur. Nümunədə bir köməkçinin hissəsi işlənib, nümunədə 2 köməkçinin hissəsi işlənib. Əgər sözüdür, şərt bağlayıcısı, bir də heç ədatı işlənib. Ona görə 3-cü fikir də səhvdir. Sonra 4-cü fikrə baxırıq. İşarə əvəzliyi adlı hallı sözə aiddir. Biraz əvvəl izah elədik ki, şöhrətli sözü təsirlik haldadır. Bu sözü də işarə əvəzliyidir. Ona görə 4-cü fikirdə səhvdir. Testimizin cavabı 2, 3, 4. 5-ci fikrin düz olduğunu əsaslandıraq. 3 əsas hissəsinə aid söz işlənib. Bildiyimiz kimi feillər işlənib, isim işlənib, bir də bu işarə əvəzliyi işlənib.